Bugün ayın 22'si noyabr 2025-ci il Xan Çınarı əkirik. 2-ci Qarabağ qazisi Şəhriyar bəy iştirakı ilə ki bu tarixi gündür. Ona görə vaxt gələcək, neçə il bunun üstündən keçəcək. Deyəcəklər bu Xan Çınarın kimə əkifdir? Deyəcəklər bax filan kəslər əkifdir. Mən yetim adını çəkmirəm. Bu da Azərdir. Elə belə olan da elə gəlibdir. Bakıdan gəlib birbaşa. Allah canını sağ eləsin. Bax belə gülə-gülə, danışa-danışa. Bax bu işləri görmək lazımdır. Bu da qapımız. Bu da Dağıstanla qəşəng olan. Allah canını sağ eləsin sizin də. Amma bunu becərmək lazımdır. Becərməyi də bilirsiniz də, ancaq sulamaq. Əlimizdən gələni edir. Mən şəxsən buradan keçəndə ona fütürə düş etmirəm onu. Allah. Allah bax. Yaşar bax bunu istəsən qoya bilərsən. Bax bu günləri ayın 22-sidir. Xaçınçay TV-nin iştirakçılarına, üzvləri üçün çəkirəm bunu. Bax orada besetkamızdır. Orada təmizlik işi gedir. Bu günlərdə yenə də iməclikdir bizdə, gəlinlikdir. Setka çəkirik. Setkanın qıraqların. Bax bu qapının açılışın Azər elədi. Azər də bizim yeri deyil, amma yerlilərdən çox o işləyibdir. Onu qiymətləndirir onun işin. Bu da Elşən bəy, Murad bəy. Yol bağlanacaq değil mi? İnşallah oranı elə eləyəcək ki, oradan da giriş olsun. Kesin olsun. Giriş eləyəcək, amma bağlayacaq. Yəni heyvan da keçmə bir şey fikirləşəcək. Allah hamınızın canını sağ eləsin. Bax bu günləri həqiqi çox operativ gəlmisiniz. Hamınızı buna görə təbrik eləyirəm. Bax belə işlər gedir. Bax bunu qoyarsan Xaçınçay TV-yə qoy baxsınlar. Bax orada 4 dənə ağac yeni böyün getdik. Yaxınlaşıb göstərərəm. Bir dənə də burada Xan Çınarı əkildi. İndi sulanacaq. Bax belə. O çox yaxın eləmə oradan. Bu belə yaxşıdır. Çəkiliş edəndə biraz danışanda danışığınıza həmişə diqqət eləyin. Bugün yenə də ikinci ağacımız da əkilir. Şəhriyar Qaqamın iştirakı ilə. Allah Teala bütün o şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, veteranlarımızın Allah canı sağ eləsin ki gəldik, bax bu günləri gördük. Heç kim inanmırdı ki havaqsa gələrik, kətdə nəsə eləyərik, gələ bilərik. Bax belədir. Bu da Azərdir yenə öz ampulasında. Bu da mən də çəkim ki alıb getmişəm. Bax bu yollar Xan Çınarları. Belədir. Hep Xan Çınardır. 2 dənə almışam, 4 dənə də yolka. Biz onları çəkəcəm. Belə. Bu günlerde yine de ağaç kampanyasının bütün besetkamız bu günleri 4 tane de yolka ağacı ekip bak böyle 1, 2, 3, bu da 4'ü. Yolkulardı. Bu da bizim besetkamız. İnşallah. Bak bu da uşaqlar buradaki çoluk çosu təmizləyirlər ki besetkanın qırağındakı toz torpaq olmasın. Ondan sonra ne bileyim ki çoluk çosu olmasın. Belədir. Oldu. Hər birinizə birlik arzulayıram. Bütün kətlərə. Hamı gəlsin, əksin, ağasın, canlansın da görsünlər ki həyat canlanır. Daha doğrusu.